Burada içəri daxil olan kimi aşağıda hamam sanucu və arxa tərəf tam hələ təmir olunmuyor. Və burada belə pləkanın altında kladovkası var. Əlqavları yerləşdirmək üçün. Gəlin, gəlin buradan da göstərdim. Demək, buradan da birbaşa çöldən evimizə daxil olmaq olur. Yəni, buradan birbaşa məhəllədən girişdir. Gördüyünüz kimi birinci mərtəbədə bundan ibarətdir. Həm aşağıda sexi, həm də belə kladovkası və ayağımızı çıxardıq. Pilləkənlər taxtadan yığılmış, gözəl dizaynlı əl işi ilə yığılmış pilləkənimiz var. Dəyərli dostlar, gördüyünüz kimi pilləkənimiz birbaşa çölə, buradan pəncərə, gözəl havası var, dənizə yaxın, dəniz havası, dəniz mənzərəsi buradadır. Birbaşa daxil oluruq evimizin pirxocası, kaldoru. Kaldora daxil olan kimi qoşa qapılı belə bir böyük qonaq otağımız var. Qonaq otağı çox böyük qonaq otağıdır. Qonaq otağının belə gözəl mənzərəli pəncərəsi və burada balkonu var. Balkonu da açıq göstərə bilmirik. Yəni, gördüyünüz kimi çox geniş, çox zövqlə yığılmış mebelləri, dizaynla yığılmış mebelləri var. Evimizin hündürlüyü 3 metr 20 santidir. Bütün otaqlar hamısı bax belə hündür. Gəlin indi keçək buradan kaldora çıxışda. Kaldora daxil olduq və sol tərəfə keçid eləyəndə burada bizim bir dənə yataq otağımız. Gəlin baxın. Bu da gördüyünüz kimi birbaşa öz həyətinə pəncərəsi. Bu da yaxşı hündür, havalı bir otaqdır. Gəlin indi buradan kaldorun başında hamam sanucu. Gəlin baxın. Gördüyünüz kimi bu da geniş, hər ikisi bir yerdə olsa da geniş, rahat hamam sanucudur. İndi də keçək, mətbəxi təqdim edək. Dəyərli dostlar, bax gördüyünüz kimi kaldorda bax bizim bu qapımızda belə siyirməli qapısı var. Yəni bağlananda hər bir tərəf bağlıdır. Burada girən kimi içəri daxil olanda ortada mətbəximiz. Mətbəxin özünün qəşəng havalı pəncərəsi, kombi radiatoru burada bağlı. Normal vəziyyətdə, hər bir şey yerindədir. Mətbəximizə girəndə buradan sol tərəfdə elə bir otağımız, demək olar ki, bu uşaq otağıdır. Amma elə böyük bir spalni kimidir. Onun da özünün pəncərəsi, havası, hündürlüyü yerində. İndi keçək bir dənə də mətbəximizin sağında girişdə belə bir yenə də geniş otağımız. Bu da yataq otağıdır. Bu da gördüyünüz kimi evdə kondisioneri, radiatoru, hər bir şey yerində quraşdırılmış. Baxa bilərsiniz. Burada belə bir pilləkən yeridir. Birbaşa yuxarı qalxan. İndi qalxıb oranı da sizə göstərəcəyik. Gördüyünüz kimi bu da ikinci mərtəbədən birbaşa üçüncü mərtəbəyə girişidir. Pilləkənlə qalxırıq. Belə pilləkənimiz, bu da gözəl yığılır, geniş. Pilləkənimizin ətrafı taxta müəccərlə yığılmış, gözəl. Qalxaq. Daxil oluruq. Bizim üçüncü mərtəbəmiz mansard tipli olsa da çox böyük, geniş bir dənə. Gördüyünüz kimi bütün taxta apşukalarla yığılmış bir gözəl bir dizaynda. Birinci ilk dəfə girəndə girişdə sol tərəfdə
Belə bir yataq otağımız var. Gəlin buranı da göstərək. Gördüyünüz kimi bu da gözəl bir yataq otağıdır, özünün rahat pəncərəsi. İndi keçək burada o bir otaqları göstərək. Burada belə bir dənə özünün ayrıca hamam sanuzeli, baxın, paltar yuyanı, hər bir şey yeri yerində. Və bu hissədə keçəndə sağ tərəfdə yenə bir otağı var. Gəlin bunu da sizə təqdim edeyim. Böyük bir dənə də yataq otağı buradadır. Gördüyünüz kimi bu da gözəl, birbaşa dəniz panoraması olan, havası təmiz, gözəl mənzərəli yerdə evimiz yerləşir. Burada da içəri daxil olduq. Belə bir, yəni bütün necə deyəm, artıq əşyaları yığmaq üçün əlavə yer var. Boypa-boy, iki tərəfdən qapısı var. Bu tərəfdən də göstərə bilərik. Yəni gördüyünüz kimi, yəni birbaşa o baş hər iki tərəfdən qapısı var. Əldə olan əşyaları yığmaq üçün rahat yerdir. İzləyicilər, sizə onu bildirim ki, həqiqətən əsli istirahət küşəsi. Demək olar ki, çox gözəl, çox havası təmiz, birbaşa dəniz panoraması, şəhər havası, gözəl, sakit və rahat bir təbiətdə elə bir ki, yerləşən bir əmlak. Təxmini hardasa bir 360 kvadratdan ibarətdir. Bu əmlakı gələcəkdə alan kəslər istəsə həm tədris mərkəzi, həm bağça, həm yəni qeyri-yaşayış fəaliyyəti üçün istifadə etmək mümkündür. Geniş otaqları var. Yəni gördüyünüz kimi hamı yeri yerində, sahibi ilə də yerində qiymət barəsində razılaşma olacaq. Allah alana da, satana da xeyir versin. İnşallah ki, xeyirlisi Allahdan.